Hər vaxtınız xeyir olsun. Bugün sizinlə bərabər bir neçə etirazlara cavab verəcəyik. İlk öncə mən daimi iş istəyirəm. Bax bu insanlardan başlayaq. Vardı mütləq ki, məni dinləyənlər arasında belə insanlar, hansı ki onlar bu işdə çalışmaq istəmirlər, tərəddüd edirlər. Ona görə ki, bu işin daimi olduğunu düşünmürlər. Və elə insanlar da vardır ki, onlar kimlərisə dəvət edirlər, ancaq ki yox cavab alırlar. Səbəbi də ondan ibarətdir ki, və həmin şəxslər deyir ki, mən daimi iş istəyirəm. Ancaq sizə bildirim ki, daimi heç nə yoxdur həyatda və sizin daimi işlədikləriniz sizi 9-dan 6-ya qədər və müəyyən saatlar ola bilər ki, dəyişsin bu vaxt 9-dan 9-a qədər ola bilər, 9-dan 8-ə qədər və sair və ilaxır sizi müəyyən məkana bağlayıb saxlayacaq bir işlərdir və sizi müəyyən limitli qazanca məhkum edəcək işlərdir. Ancaq ki, bu biznes, bu iş sizə nələr verir və daimidirmi, daimi deyilmi? Bax, bunları sizə izah etmək istəyirəm. Sözsüz ki, şirkət rəsmi şirkətdir. Azərbaycanda tam rəsmi fəaliyyət göstərir və daimidir. Niyə də daimi olmasın? Hətta bu iş nəinki sizin özünüzə, ailə üzvlərinizə, gələcək nəsillərinizə belə keçə biləcək bir işdir. Sizin gələcək nəsillərinizə belə keçə biləcək bir işdir. Yəni, misal üçün, siz qeydiyyatdan keçirsiniz, başlayırsınız, müəyyən qədər komanda yaradırsınız, işinizi qurursunuz və daha sonra siz artıq çalışmaq istəmədikdə və yaxud da ki, nəsə bir başqa bir sağlıq durumları, problem olduqda siz işinizi vərəsə edə bilirsiniz rahatlıqla istənilən şəxsə, ailənizin birinci dərəcəli üzvlərindən istənilən şəxsə. Ancaq ki, düşünək, başqa sizin daimi düşündüyünüz işlərdə bu mümkündürmü? Xeyr, mümkün deyil. İstər müəllim olsun, istər həkim olsun, istərsə də digər sahələrdə çalışan hər hansı bir şəxs özü işinin əmək qabiliyyəti dayandıqda, işini təhvil verməli olduqda onun yerinə ailə üzvlərindən heç kəs keçid edə bilməz. Ancaq bu işdə bu mümkündür. Yəni düşünün, bu iş nəinki daimi, hətta sizin gələcək nəsillərinizə belə keçə biləcək bir işdir. Yəni sizin daimi düşündüyünüz işlərdən də daha güvənilir bir işdir. Və şirkət artıq 27 ildir ki,